Belə deyək də qızlar, bugünkü mövzumuz hamının çox asan hesab elədiyi, amma məktəbə qədər təlimin, daha doğrusu kurikulumun məzmununu təşkil edən didaktik prinsiplərdir. Əziz həmkarlar, biz bu günləri bu nəzəriyyələrə nəzər salmaqla, yəni nə üçün bu məsələyə aydınlıq gətirmək istəyirik? İlk öncə görək didaktika sözü nədir? Yəni, didaktika pedaqogikanın bir qoludur. Yəni, təhsil prosesinin qanuna uyğunluqlarını, yəni nə edək, necə edək, necə öyrədim, hansı formada öyrədim ki, bir sıra bu suallara cavab axtaran, eyni zamanda da uşaqlarda bilik, bacarıq, vərdişlərin mənimsənilməsinə həsr olmuş bir elmi sahədir. Bu bilik, bacarıq, vərdişləri bəzən BBV kimi də qısaldmış abreviatura formasında da qeyd edirlər. Yəni, siz də öz üçün BBV qeyd edin ki, bilik, bacarıq, vərdiş. Çünki məşqələdə biz sonda bunları uşaqlarda bu vərdişləri aşılayırıq. Və dedik ki, didaktik prinsipləri öyrənmək bu tərbiyəçi müəllimə sadəcə nəzəri biliklərimi verir? Xeyr. Müəllim bunları öyrənməklə, həm də müəllimin bu öyrənməklə onun düşüncə tərzi, dərsi qurma bacarığı müəllimdə formalaşır. Necə formalaşır? Məsələn, tutalım ki, müəllimin məqsədi və sistemli qurmağa bu prinsip kömək edir. Necə kömək edir? Məsələn, müəllim artıq dərsi sadəcə keçmir, o məqsəd yönlü şəkildə planlaşdırır dərsini. Yəni, hansı nəticəyə çatacağam, onu artıq hansı üsulla uyğunlaşdırım deyə özü üçün planlaşdırır. Daha sonra uşağın inkişafına uyğun yanaşma axtarıb tapır. Məsələn, hər bir uşaq bilirik ki, fərddir. Yəni, bu şəxsiyyətdir, fərddir və hər bir uşağın da özünə məxsus öyrənmə tərzi var. Müəllim uşağın yaşını, səviyyəsini, marağını, bütün bunları nəzərə alırsa, dərsi effektiv olar. İndi onlar nəyə aid olacaq? Əlbəttə ki, uşaq yönümlü, indi bunları deyəcəyik. Yəni, sözümün canı nədir? Yəni, müəllimə düzgün metod seçmək bacarığı məhz didaktik prinsipləri yaxşı bilərsə, yaxşı nəticə əldə edə bilər. Qısası, didaktik prinsiplər müəllimə nəyi, necə, nə üçün öyrənmək üçün, düzgün qurmaq üçün bir üsuldur, vasitədir, prinsipdir. Və dedik ki, müəllimələr, 9 didaktik prinsipimiz var, hər biriniz bunların adlarını bilirsiniz və bu günləri biz bunların 9'una da açıqlama gətirəcəyik və onları misallarla sizə izah edəcəyik. İlk öncə sözümü həmkarıma verirəm. Böyük bir bağçanın metodisti, eyni zamanda indi də inşallah böyük bir bağçanın müdürü olacaq Nurlanı xanıma verirəm. Nurlan müəllimə bizə nəticə yönümlülük, uşaq yönümlülük, inkişaf yönümlülük və integrativlik kimi bu 4 prinsipi izah eləyəcək. Qalan 5 prinsipi də mən sizə izah eləyəcəm. Buyurun Nurlan xanım, söz sizdə. Nurlan müəllimə. Axşamınız xeyir. Axşamınız xeyir xanımlar. Mikrofonlar bağlıdır. Onda göz cavab verə bilmirlər. Hə, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Xoş gördük hər birinizi. Çox sağ olun, sizə təşəkkür edirik ki, vaxtınızı ayırıb bizim təlimə qoşulmusunuz və biz də Leyla xanımdan istəyirik ki, qarşıda gələn sertifikasiya imtahanında siz tərbiyəçilərə kömək olar və hətta nəinki tərbiyəçilərə, bu elə bir mövzudur ki, çox sağ olun Əfsanə xanım, elə bir mövzudur ki, bu həm MİQ tərbiyəçilərə də aiddir, MİQ müdürlərə də aiddir və eyni zamanda da sertifikasiya imtahanına. Kurikulumun didaktik prinsiplər deyəndə Leyla müəllimə didaktika haqqında yaxşı məlumat verdinizsə, didaktika bilirsiniz öyrənirəm, öyrətmək deməkdir. Didaktik prinsiplər məhz bu sistemin, kurikulum sənədinin görünməz bir sütunudur. Biz didaktik prinsipləri əsaslanmasaq, kurikulum sənədi yalnız bir mövzular ardıcıllığı olar, mövzular. Amma bu didaktik prinsiplərə biz əməl etməyik.
etdikcə onun tələbini, yəni təlim-tərbiyə prosesinin necə qurulacağını müəyyən edən bir əsas meyarları bilirik. Didaktik prinsiplər məhz elə bu meyarlardır. Mən indi sizə nəticə yönümlülük, yəni ilk olan prinsipi izah edəcəm. Ümumiyyətlə, istər ənənəvi proqramdan, istərsə də biz kurikulum sənədini müqayisə edəndə həmişə deyirik ki, ənənəvi proqram yaddaşa, hafizəyə əsaslanan və bilik yönümlü, müəllim yönümlü bir proqram idi, bir sənəd idi. Amma kurikulum sənədindən danışanda biz deyirik ki, bu nəticə yönümlü və uşaq yönümlü bir sənəddir. Ən vacib, yəni fərqi kurikulum sənədinin birinci olaraq fərqi nədir ənənəvidən? Nəticə yönümlü və uşaq yönümlü olmasıdır. Nəticə yönümlü. Bizim əlimizdə 223 alt standart var. Yəni məktəbə qədər təhsil bilirsiniz ki 5 ili əhatə edir. 1 yaşdan 6 yaşa qədər olan bir dövrü əhatə edir və bu 5 il ərzində siz 223 alt standart və 11 əsas standartı reallaşdırmalısınız. Bu standartlar hansı formada verilir? Nəticə yönümlü. Yəni biz onlara baxanda biz nəticə alırıq. Yəni hər bir qrupda işləyən tərbiyəçi, məsələn mən böyük qrupun tərbiyəçisiyəm, dalım ki, böyük qrupun tərbiyəçisiyəmsə, mənim 45 alt standartım var da. Baxaq orada 2-1-1 standartına. Mən sentyabr ayında artıq bilirəm ki, yayda, mayın sonu, iyunda artıq uşaqlarım özü, ailəsi, vətəni haqqında məlumat verəcək. Mən yəni sentyabr ayından artıq mən yayı tədris ilinin sonunu görürəm. Bizim deməli birinci standartlarımız nəticə yönümlü verilib. Bax, nəticə yönümlü budur. Nəticə yönümlü nədir? Onun bir tərifi var da, əvvəlcədən müəyyən olunan nəticələr əsasında qurulması təlimi. Nəticə yönümlü prinsipi sayəsində də eləcə kurikulumda əvvəlcədən müəyyən olunmuş inkişaf göstəricilərinin əldə olunmasıdır. Əgər biz bu prinsiplərə əməl etməsək, uşağın inkişafını obyektiv qiymətləndirmək mümkün olmaz. Biz didaktik prinsiplər tərbiyəçiyə nə verir? Hansı üsulla öyrətmək verir? Nəticə yönümlü prinsipi bəs nə verir? Nəticə yönümlü prinsipi də bugünkü o müasir kurikulum sənədinin, yəni o tədris proqramının ən əsas, ən fundamental prinsiplərindən, sütunlarından biridir. Sadə dildə desək, bu prinsip tərbiyəçinin nəyi keçəcəyini yox, uşağın sonda nəyi bacaracağını əsas götürən bir prinsipdir. Yəni tərbiyəçi burada fikirləşmir, mən nəyi öyrədəcəm uşağa. O fikirləşir ki, bu mövzunun sonunda uşağın nəyi öyrənəcək, nəyi bacaracaq, nəyi biləcək. Və bu yanaşmaya görə də təhsil prosesi təsadüfi deyil, təsadüfi olaraq yox, yəni spontan olaraq yox, əvvəlcədən müəyyənləşdirilən və ölçülə bilən nəticələrə doğru hədəflənən bir hərəkət olur. Prinsipin mahiyyəti nədir? Nəticə yönümlü ümumiyyətlə nədir? Nəticə yönümlü düşünülmüş, planlı bir aparılan işdir. Yəni təsadüf yoxdur burada, spontan yoxdur, tərbiyəçi bilmir nə verəcək. Nəticə yönümlü nədir? Sizin təlim nəticəniz var. Siz bütün məşğələlərdə məqsəd yazırsınız. Məqsəd nədir? Mövzu məqsəd verirsiniz. Məqsəd sizin bugünkü məşğələdə alacağınız təlim nəticənizdir. Bax, budur nəticə yönümlülük. Yəni prinsipin mahiyyəti nədir? Əvvəllər biz əsas diqqət, yəni tərbiyəçi hansı mövzunu izah etdi sualına yönəlirdisə, nəticə yönümlülük prinsipində isə diqqət uşaq bu mövzunun sonunda hansı bacarığa sahib oldu sualına keçib.
Yəni əvvəlcə hansı mövzunu izah etdi? Yəni müəllim yönümlü idi də, bilik yönümlü idi, amma indi nəticə yönümlüdür. Yəni bu mövzunun sonunda uşaq hansı bacarığa sahib oldu? Əvvəlcədən planlaşdırmadı. Yəni tərbiyəçi məşğələyə girməmişdən əvvəl, məşğələni verməmişdən əvvəl uşağın əldə edəcəyi son nəticəni bilir. Yəni məqsədiniz sizin. O yazdığınız məqsəd sizin nəticənizdir. Məqsədli fəaliyyət var. Bütün oyunlar, tapşırıqlar, materiallar yalnız həmin nəticəyə xidmət edir. Çünki siz məqsədi digər fəaliyyətlərdə də yazırsınız, müşahidədə də məqsəd yazırsınız, sonra oyunlarda da məqsəd, əmək fəaliyyəti üzrə də məqsəd yazırsınız, fərdi iş üzrə də məqsəd yazırsınız və bu sizin nəyinizdir? Təlim nəticənizdir, fəaliyyətin nəticəsidir. Ölçülə biləriklikdir. Yəni ölçülə bilən olmalıdır da, bilirsiniz. Yəni sonda uşağın həmin nəticəyə çatıb çatmadığını aydın şəkildə görmək mümkündür. Yəni hər bir şey, bilirsiniz, ölçülə bilən olmalıdır. Məsələn, siz verirsiniz, tutalım ki, təbiəti qoruyaq mövzusu verirsiniz. Tərbiyəçi uşaqlara 20 dəqiqə ağacların xeyrindən danışır. Ağacların, yəni bugün təbiətdə bizə verdiyi əhəmiyyəti xeyrindən danışır. Uşaqlar da sadəcə sizi dinləyir. Məşğələdə bitir. Amma uşaqların hansı bacarığı qazandığı qeyri-müəyyən qalır. Uşağın praktik fəaliyyəti yoxdur. Məqsədə çatdıqmı, çatmadıqmı bilinmir. Tərbiyəçi əvvəlcədən məqsəd qoyur. Uşaq bitkilərə qulluq qaydalarını nümayiş etdirir. Yəni məqsədiniz sizin bu formada olur da, bitkilərə qulluq qaydalarını nümayiş etdirir. Məşğələ zamanı uşaqlar dibçəkləri sulayır, yarpaqlarının tozunu silir və sonda tərbiyəçi görür ki, bəli, hər bir uşaq praktik olaraq bu işi bacarır. Məşğələnin 3-cü hissəsi, yəni tətbiq etmə mərhələsi. Bax, burada tətbiq etmə mərhələsini biz niyə veririk? Möhkəmləndirmə işidir. Biz orada nəticəni, biz aktuallaşmada keçmiş mövzunu təkrarladıq, motivasiya elədik, maraq yaratdıq yeni mövzuya, dərk etmə elədik, yeni mövzunu öyrətdik. Bəs mən nəticəni harda alıram? Mən harda görürəm nəticəmə çatdım yoxsa yox? Tətbiq etmə mərhələsində. Yəni tətbiq etmə mərhələsi uşağın praktik fəaliyyətidir. Və yaxud da riyazi, məntiqi və riyazi təfəkkürün inkişafı məşğələsidir. Tərbiyəçi həndəsi fiqurlar forması, yəni həndəsi fiqurlar mövzusunda bir məşğələ keçir. Tərbiyəçi lövhədə asdı, üçbucağı astınız, dairəni keçdiniz, adlarını didiniz və uşaqlara onları rəhləməyi tapşırdınız. Burada hansı nəticəni aldınız? Tərbiyəçi üçbucağı dairəni keçdi, adını dedi, uşaqlar da rəhlədilər. Uşaq məqsəd qoyursunuz, əşyaları formasına görə qruplaşdırır. İndi isə bu situasiyada diqqətlə fikir verin. Masanın üzərinə müxtəlif əşyalar düzdünüz, əşyalar. Yəni üçbucaq formasında oyuncaq düzdünüz, kitab qoydunuz, top qoydunuz və uşaqlardan bu əşyaları uyğun qutulara yığmağı yəni tələb etdiniz. Tələb etmədiniz də, yəni onlara təklif etdiniz. Əgər uşaq topu dairəvi qutuya qoyursa, deməli planlaşdırılan nəticə əldə edilib. Yəni orada artıq qruplaşdırır da, o həndəsi fiqur formasında uyğun olanlar özünə uyğun qutulara qoydu. Bax, burada nəticə yönümlü yanaşmadır. Yəni artıq uşağın praktik fəaliyyətində siz onu gördünüz ki, öyrəndi və nəticəyə çatdınız. Və nəticə yönümlülük niyə vacibdir? Vaxta qənaətdir. Artıq və mövzuya aid olmayan fəaliyyətlər kənarlaşdırılır. Fərdi yanaşmadır. Əgər hədəf bəllidirsə, tutalım ki, uşaq qayçı ilə kağızı kəsməlidir də, bugün məqsədiniz budur. Müəllim, tərbiyəçi, zəif uşağa daha çox dəstək olaraq həmin nəticəyə çatmasını təmin edə bilir. Şəffaflıq ola bilər, həm rəhbərliyə, həm də valideyn uşağın konkret olaraq nəyin öyrəndiyini aydın görə bilər, yəni məşğələdə baxırlar. Və burada da bir qızıl qayda var. Nəticə yönümlülükdə yol, yəni nəticə yönümlülük prinsipinə getdiyimiz yol mənzil başına çatmaq üçün bir vasitədir. Yəni mənzilin başına çatmağın, yəni mən burada nə üçün işlətdim? Yəni
nəticəyə çatmağı bir vasitədir. Əgər biz nəticəni əldə etmişiksə, həmin mənzil başına çatmışıqsa, yolun nə qədər gözəl olmasının bir əhəmiyyəti qalmır. Yəni biz o yolu gözəl getdik, gözəl getmədik. Axır bizim istədiyimiz nə idi? Nəticəni almaq. Deməli, elə bizim yolumuz həm də gözəl olub ki, biz onu, nəticəni, yəni əldə etmişik. Digər prinsipimiz, uşaq yönümlülük prinsipi. Ən vacib prinsiplərdən biri və kurikulumun ən humanist prinsipidir bu. Bu prinsip təhsil tərbiyə prosesi mərkəzinə pedaqoqu, müəllimi, tərbiyəçini və ya proqramı yox, birbaşa uşağı qoyur. Yəni bilik yönümlü deyil, müəllim yönümlü deyil. Nədir? Uşaq yönümlüdür. Yəni mərkəzdə kim dayandı? Uşaq dayandı. Uşaq sadəcə biliklərin ötürüldüyü ambar deyil, obyekt deyil. Biz ənənəvidən danışanda deyirik ki, uşaq obyekti, müəllim subyektdir. Amma indi uşaq yönümlülükdə uşaq obyekt deyil, ambar deyil. Biz onu ötürmürük o bilikləri. Öz maraqları, fərdi xüsusiyyətləri və hüquqları olan bir şəxsiyyətdir. Yəni uşaq da subyektdir, tərbiyəçi də subyektdir. Bəli, Məlahət müəllimə. Hər ikisi subyektdir, hər ikisi təhsil fəaliyyətinin, təlim fəaliyyətinin bərabər hüquqlu üzvləridir. Prinsipin mahiyyəti nədir müəllimlər? Uşaq yönümlülük prinsipi 3 əsas sütuna dayanır. Birinci, maraq və meyl. Yəni uşağın maraq və meyli. Əsas sütunlardan biri. Yəni uşağın nəyə həvəsi var? Məsələn, bəzi uşaqlar şəkil keçməyi xoşlayır, bəziləri konstruktorla ev yığmağı, nə isə də hazırlamağı xoşlayır. İkinci əsas sütun, tələbat. Yəni uşağın fiziki, emosional, idraki ehtiyacı nələrdir? Biz ona nələri öyrətməliyik? Yaş xüsusiyyətinə görə axı uşağın bilməsi vacib olan bir anlayışlar var, tələbat var. Və imkanlar, üçüncü sütun, imkanlardır. Uşağın yaşı, fərdi inkişaf səviyyəsi bu tapşırığı icra etməyə imkan verirmi? Bax, bunlar əsasdır. Uşağa, yəni biz məşğələ zamanı seçim veririk. Tutalım ki, tərbiyəçi uşağa deyir, hamı bugün şəkil keçir. Özü də heyvanlarda dovşan şəkili və bütün uşaqlarda eyni rəngdə, eyni formada dovşan şəkli keçməlidirlər. Uşaqlar bu rəngdə olacaq dovşan, bu formada olacaq, bir dənə də nümunə asır, uşaq keçir. Və yaxud da bugünün tələbinə uyğun olaraq, uşaq yönümlülük prinsipinə uyğun olaraq tərbiyəçi deyir, uşaqlar, bugünkü mövzumuz vəhşi heyvanlardır. İstəyən dovşan şəkil keçsin, istəyən ayı şəkli, istəyən türkü, yəni uşaqların öz öhdəsinə buraxır. Və yaxud da, bilirsiniz ki, bəli, Rahilə müəllimə, düzdür, təsviri fəaliyyət məşğələləri ola bilər ki, rəsmdən də istifadə edək, girişindən də istifadə edək. Uşaqlar stolunun üzərində rəhli qələmlər də var, plastilin də var, aplikasiya da var. İstəyən dovşan şəkli keçsin, istəyən dovşanı yəni plastilindən yapsın, hazırlasın və yaxud da istəyən ayı, yəni ayı fiqurunu kəsib yapışdırmada, yəni nümayiş etdirsin. Bax, bu nədir müəllimələr? Bu uşaq yönümlüdür, uşağın öz istəyinə buraxırıq. Ümumiyyətlə, uşaq yönümlülük prinsipində fərdi potensialın nəzərə alınması da mütləqdir. Məsələn, biz bu prinsipi poza bilərik. Necə poza bilərik? Bu fərdi potensialın nəzərə alınmasında prinsipi necə poza bilərik? Tərbiyəçi olaraq bütün qrupdan eyni surətlə qaçmağı və yaxud da eyni mürəkkəblikdə bir nağılı və yaxud da hekayəni öyrənməyi tələb edə bilərik. Fizioloji olaraq buna hazır olmayan uşaq özünü necə hiss edəcək? Uğursuz hiss edəcək. Amma biz bunu uşaq yönümlü yanaşma ilə versək, fərdi potensialın nəzərə alınmasını, bəli, diferensiallaşma və fərdi yanaşma uşağın xüsusiyyətlərinin öyrənilməsi və ona uyğun təlim fəaliyyətinin qurulmasıdır. Uşaq yönümlü yanaşmada tərbiyəçi nə edir?
bilir ki, bir uşaq rəhləri artıq tanıyır. Digərləri isə hələ də çətinlik keçir. Və o rəhləri bilən uşağa daha mürəkkəb, məsələn, daha mürəkkəb nə verə bilər? Rəhləri qarışdırmaq, tutalım ki. Hələ öyrənən, daha zəif olan uşağa isə daha sadə tapşırıq verir. Yəni, daha sadə nə verə bilər? Əsas rəhləri seçmək. Bax, burada olur fərdi potensialın nəzərə alınması üzrə uşaq yönümlü yanaşma prinsipi. Və uşaq yönümlü tərbiyəçinin davranış modeli necədir? Yəni, biz məşğəliyə baxırıq, biz hardan tuta bilirik ki, bu tərbiyəçinin davranışı uşaq yönümlü yanaşmadır. Göz təması, birinci göz təması. Uşaqla danışarkən onun boy səviyyəsinə enmək. Oturmaq və yaxud da biraz kömbəlmək. Yəni, burada uşaq özü necə hiss edir? Bərabər, düzdür, bərabər hüquqlu və dəyərli hiss edir özünə, inam, özgüvən, bəli. Və uşaqları sual verməyə təşviq edir tərbiyəçi. Uşağın niyə suallarını susturmaq yox, əksinə onu araşdırmağa yönəldir. Və mühitin uşağa uyğunluğudur. Qrupdakı rəflər, materiallar, uşağın əlinin çatacağı hündürlükdə olması, uşağın kimsədən kömək istəmədən müstəqil fəaliyyət göstərə bilməsi. Bax, bunlar hamısı nədir? Uşaq yönümlü prinsipini, yəni uşaq yönümlülük deyəndə biz yalnız onu məşğələdə görməməliyik ki, uşağı maraqlandırdı, müəllimə də ona cavab verdi. Burada hamısı nəzərə alınmalıdır, mühit də nəzərə alınmalıdır, uşaqla davranış da nəzərə alınmalıdır, uşağın fərdi potensialı da nəzərə alınmalıdır. Və nəticə yönümlü, uşaq yönümlülükdə diqqət mərkəzi nədir? Nəticə yönümlülükdə məqsəd və bacarıqdır. Və sual necə qoyulur nəticə yönümlülükdə? Sonda uşaq nəyi bacardı? Uşaq yönümlülükdə diqqət mərkəzi harda olur? Prosesdə və fərddə olur. Və sual necə qoyulur? Uşaq bunu sevərək və bacarığına uyğun etdimi? Bax, bu iki prinsip mütləq bir-birini tamamlamalıdır. Niyə kurikulumla deyəndə ki, kurikulum sənədi necədir? 9 didaktik prinsipimiz var, düzdür? Amma biz o dəqiqə deyirik, nəticə yönümlü və uşaq yönümlü prinsip. Yəni, uşaq yönümlü bir sənəd. Gün ki, niyə bu iki prinsip bir-birini tamamlamalıdır? Biz nəticəyə doğru gedirik, yəni məqsədə doğru gedirik, amma bu yolu uşağın maraqlarını və imkanlarını nəzərə alaraq seçirik, yəni uşaq yönümlülük. Yəni, bu ikisi, düzdür, Xumar müəllimə, ikisi bir-birinə, bax, əlaqəlidir. Digər prinsiplərdə integrativlik prinsipi. İnteqrasiya, gəlin bir anlıq inteqrasiyanı yadımıza salaq. İnteqrasiya nədir? Əlaqələrdir. Yəni, məşğəllər arası əlaqə, düzdür, Əfsanə xanım. İndi biz burada həm də inkişaf sahələri arasında əlaqə, sonra həyatla əlaqəni nəzərdə tuturuq, düzdür. İnteqrasiya ümumiyyətlə nədir? Uşağın təfəkküründə dünyanın bütöv, bölünməz bir obrazının yaradılmasıdır. Yəni, uşaq dünyanı bütöv görsün. Biz uşağı hər tərəfli böyüdürük də, yəni şəxsiyyət yönümlülük prinsipi, hər tərəfli integrativlik prinsipi də nədir? Kurikulumun əlaqələndirmə mexanizmidir. Bu prinsip təhsilin məzmun komponentlərini, məzmun komponentləri nədir, müəllimələr? Bilik, bacarıq və vərdiş. Biz bu sözlər kurikulumu izah edəndə, o təlimlərdə çox işlədirik, məzmun komponentləri. Bəli. Düzdür. Yəni, bir-biri ilə və real həyatla sistemli şəkildə birləşməsidir integrativlik prinsipi. Bağça yaşlı uşaq dünyanı parçalanmış şəkildə yox, bütöv şəkildə, bütöv halda qavrayır. İntegrativlik məhz bu bütövlüyü təmin edir. Yəni, ayrıca biz riyaziyyat, ayrıca bir rəsm kimi vermirik. İnteqrasiyanın səviyyələri necədir?
Əsasən iki səviyyədə aparır, iki istiqamətdə inkişaf sahələri arası, inkişaf sahələri daxili, inteqrasiya, yəni inkişaf sahələri arası 4 inkişaf sahəsinin əlaqəsidir. Sonra məzmun daxili inteqrasiya veririk, yəni inkişaf sahəsi daxili deyirik biz buna. Eyni inkişaf sahəsinin riyaziyyat məşğələsidir. Biz miqdar və say anlayışı verəndə mütləq həndəsi fiqurdan da istifadə edirik və bu da nədir artıq? Yəni 2, 3, 1 də veririk, 2, 3, 3-dən də istifadə edirik. Sonra təlimin həyatla inteqrasiyası mütləq həyatla əlaqələndirilir. Yəni bağçada öyrədilən məlumatların uşağın gündəlik məişəti, ətraf aləmlə bağlanmasıdır. Bax, bunlar hamısı inteqrasiyadır. İnteqrasiyanın digər düzdür, şaquli üfüqi növləri də var. Mən indi mövzumuz deyil, vaxtımız da üçün daralır. mən kənara çıxmıram. Mən ümumi inteqrativlik prinsipini izah edirəm. Məsələn, inteqrativlik prinsipinə biz baxaq. Tutalım ki, bir payız mövzusunu veririk. Payız mövzusu ətraf aləmlə tanışlıqdır. Təbii ki, idrakin inkişafı sahəsidir. Biz burada həyətə çıxıb uşaqlarla saralmış yarpaqlar toplayırıq. İdrakdır, təbiətdir. Sonra həmin yarpaqların üzərindən tullanaraq bir estafet yarışı edə bilərik. Sonra topladığımız yarpaqlardan bir mozaika düzəldə bilərik, bir kələng düzəldə bilərik. Bu da olur estetik inkişaf. Sonra bu yarpaqları biz saya bilərik, ölçüsünə görə fərqləndirə bilərik. Yenə də olur nə? İdrak və riyaziyyat. Və nəticədə uşaq payızı təkcə bir şəkil kimi, bir fəsil kimi görmür. Həm burada hərəkət edir, həm də nəsə yaradır. Bu artıq olur nə? İnteqrativ. Yəni inteqrativ prinsiplərə əsaslanan bir məşğələnin qurulması. Və yaxud da mağaza oyunu oynayırıq biz. Biri satıcı olur, təbii ki, uşağın biri də alıcı olur. Alıcı satıcıya nəzakətlə müraciət edir. Davranış qaydaları. Nəzakətli sözlər oldu hara? Davranış qaydaları varsa sosial emosional. Düzdür. Nəzakətli sözlərdən istifadə edir. Nitq inkişafı, düzdür. İdrak və eyni zamanda aldığı almaların sayını sayır, çox az müqayisəsini aparır uşaq. Yenə də oldu nə? Riyazi təsəvvürlər, idrakin inkişafı. Riyazi biliklər, quru rəqəmlər kimi yox, həyati bir vəziyyət daxilində öyrənilir. Həm də burada ən böyük inteqrasiya nə olur? Həyatla əlaqə olur. Yəni görün nə qədər sahələr burada əlaqələndi və inteqrativlik prinsipi aparıldı. İnteqrativliyin faydaları nədir? Yəni biz bunu veririk. Yaddaşın möhkəmlənməsidir. Uşaq bir məlumatı müxtəlif fəaliyyətlər daxilində həm sayır, həm rəngləyir, həm yəni onlar üzrə yəni öyrənir, bir bilik alır, ətraf aləm haqqında bir bilik alır. Təkrar etdikcə neyniyir? İstər-istəməz əlaqələndirir, təkrar edir və mənimsiyir, daha möhkəm öyrənir. Sonra burada dünya görüşün bütövlüyü var. Uşaq anlayır ki, rəhlər təkcə boya qutusunda deyil, həm də o təbiətdə də var, geyimdə də var, meyvədə də var, təbiətdə də var. Yəni, həm dünya görüş var, həm estetik zövq var. Dərs təlim yükünün azalması var. Ayrı-ayrı mövzular keçmək əvəzinə bir neçə hədəfi bir fəaliyyətdə birləşdirdik və uşağı yormadan daha maraqlı, daha çox şey öyrətdik. Daha çox şey öyrəndilər. Bir mövzunun içərisində həm riyaziyyatı öyrəndilər, həm ətraf aləmdən biliyi aldılar, həm də rəhlər müəyyən işlər apardılar. Yəni, nəticə yönümlülükdə fokuslanma nə idir? Sonda əldə olunacaq hədəf. Uşaq yönümlülükdə fokuslanma nədir? Uşağın marağı, potensialı. İnteqrativlikdə fokuslanma nə idi? Sahələr və həyat arasında əlaqə. Yəni, inkişaf sahələri və həyat arasında əlaqə. Deməli, biz uşağın
Hə, indi keçək inkişaf yönümlülük prinsipinə. İnkişaf yönümlülük prinsipi təhsilin dinamik tərəfini təmsil edir. Dinamik nədir? Hərəkətli, inkişafda olmaqdır da. Dinamik tərəfini təmsil edir. Bu prinsip uşağın nailiyyətlərinin daim mütəmadi izlənməsidir, təhlil edilməsidir. Düzdür, Məlahət müəllimə. Təhlil edilməsidir. Sonra bu təhlil əsasında onun iştirakının növbəti pilləyə daşınmasıdır. Sadə dildə desək, inkişaf yönümlülük uşaq dünən harda idi, uşaq bugün hardadır və sabah hara çatmalıdır suallarına cavab verir. Prinsipin mahiyyəti nədir? 3 əsas mərhələdən keçir, yadınızda qalsın. Bəli, bilik bacarığa çevrilməlidir. Prinsipin, yəni inkişaf yönümlü prinsipi 3 əsas mərhələdən keçir. Hansılardır müəllimələr? Birinci, izləmə, monitoring. Siz daim izləyirsiniz. Bax, sizin müşahidə dəftərləriniz var. Nədir onlar? İzləmədir də. Uşağın fəaliyyətini daim izləmək. Müşahidə dəftəri, müşahidənin aparılması inkişaf yönümlülük prinsipinə əsaslanır. Sonra təhlil. İkinci əsas mərhələ nədir? Təhlil edirsiniz. Diaqnostika iş aparırsınız, yəni təhlil, diaqnostika iş aparmaqdır. Uşağın nəyi yaxşı bacardığını və harada çətinlik keçdiyini müəyyən etməkdir. Təhlil edərək bunu bilirsiniz. Və sonra nədir? Tədbir görmə, dəyərləndirmə, tənzimləmə, çətinliyi aradan qaldırmaq və ya uğuru daha da artırmaq üçün yeni strategiyalar seçmək. Məsələn, nitq inkişafı üzrə tərbiyəçi olaraq yox, diaqnostik qiymətləndirmə ayrı. Siz diaqnostika iş aparırsınız ayrı, diaqnostika qiymətləndirmə, bəli, o uşaq yönümlülük prinsipinə aiddir. Amma diaqnostika işi, yəni təhlil aparırsınız. Təhlil aparmaq nədir? Diaqnostika işi də ki, bunun çətinliyi hardadır? Niyə bu inkişaf etmir? Mən buna bu qədər mövzular öyrətmişəm, amma bunda bir nəticə əldə etməmişəm. Diaqnostika iş aparmaq ayrı, diaqnostik qiymətləndirmə ayrı. Bax, nitq inkişafı üzrə də 4 yaşlı uşaqdır, sözləri düzgün tələffüz edir, lakin cümlə qurarkən sözlərin ardıcıllığını pozur. İnkişaf yönümlü yanaşma, yəni inkişaf yönümlülük prinsipinə əsasən bir tərbiyəçi olaraq nə edirsiniz? Qeydlər aparırsınız, monitoring aparırsınız və növbəti məşğələlərdə həmin uşaqla fərdi olaraq şəkli təsvir et oyunları oynuyorsunuz və müəyyən bir o üzrə bir oyun oynuyorsunuz. Bir ay sonra uşağın cümlə quruluşunun düzəldiyini görürsünüz. Bu artıq nədir? İnkişafın təmin olunması. Yəni, strategiyanızı seçdiniz ki, tutalım nitq inkişafı üzrə olan didaktik oyunlardan daha çox istifadə edin. Və yaxud da ki, fiziki mədəniyyət məşğələsi üzrə, uşağın fiziki inkişafı, kiçik motorikası üzrə məşğələ zamanı uşağın əksəriyyəti, yəni kiçik motorikanı götürürüksə, biz hərəkətlə inkişafla, tutalım qayçı üzrə işi götürək. Kiçik motorikada. Qayçı üzrə düz xət boyu kəsə bilir. Amma uşaqlardan biri, bir neçəsi isə hələ də qayçını düzgün tuta bilmir. Bilirsiniz də, qayçı ilə iş orta qrupdan başlayır. Öyrətməyə orta qrupdan başlayırıq. Və burada inkişaf yönümlü yanaşma üzrə tərbiyəçi nə iş aparmalıdır? Uşağa zəifdir deyib üstündən keçmir. Əksinə, uşağın barmaq əzəllərini gücləndirmək üçün əvvəlcə nə edir? Yəni, hələ o qayçını tuta bilmir. Nəyə ehtiyac var? Barmaq əzəllərinin möhkəmləndirilməsinə. Gil işi, yəni gil işi məşğələsini daha çox verir. Gil işi, uşaqların müstəqil fəaliyyətində, gil işi üzrə, yəni gillər paylayır, mikrofonu bağlayın ki, uşağın barmaq əzəlləri möhkəmlənsin və yaxud da düymə üzrə, düymələrin düzülməsi, sonra mozaikalar üzrə, yəni tapşırıqlar, yəni mozaik oyunundan istifadə edir ki, uşağın barmaq əzəlləri yaxşı inkişaf eləsin. Və bu mərhələlər keçəndən sonra artıq tərbiyəçi yenidən qayçı ilə işə qayıdır. Çünki barmaq əzəlləri möhkəmləndi. İnkişaf yönümlülük nə deyil, müəllimələr? Yəni,
bu prinsipi daha yaxşı anlamaq üçün tez-tez edilən səhvlər var. Hansılardır? Uşaqların nəticələrini sadəcə jurnalda qeyd edib heç bir tədbir görməmək. Məsələn, müşahidə dəftərində qeyd etdiyiniz işarələr qoydunuz, amma tədbir görmürsünüz. Bu nədir? Statistikadır, müəllimlər. Bu inkişaf yönümlülük deyil. Yəni, hər edilən qeyd inkişaf yönümlülük demək deyil. Əgər tədbir görməmişsə, burada hansı inkişaf var? Uşağı digər uşaqlarla müqayisə etmək. Yəni, inkişaf yönümlülükdə uşaq yalnız özünün əvvəlki nəticəsi ilə müqayisə oluna bilər. Yadınızda qalsın. Bir uşağı başqasının, bəli, Məlahət müəllimə, özü ilə başqasının inkişafı ilə müqayisə etmək inkişaf yönümlülük deyil. Özünün əvvəlki nəticəsi ilə yəni müqayisə olunmalıdır. İnkişaf yönümlülük prinsipində sizin alətləriniz nədir? Müşahidə dəftərləriniz, uşağın portfolyosu, yəni uşağın il boyu keçdiyi şəkil, kəsdiyi fiqur, tərbiyəçinin qeydləri harada toplanır. Bu inkişafın elə bilin ki, bir filmidir, göz qabağında gedir. Sonra uşağın müəyyən standartı mənimsəmirsə, tərbiyəçi öz planında dəyişiklik edir. Məsələn, mövzunu başqa bir metodla izah edir. Və burada İndi mən hələ ki 4 prinsipi izah elədim sizə. Bunların bir əlaqəsinə baxaq. Uşaq yönümlülükdə uşağın marağını tapdıq. İntegrativlik prinsipində marağına uyğun oyunları əlaqələndirdik. Nəticə yönümlülükdə qarşımıza bir məqsəd qoyduq. Yəni, bunlar hamısı açar sözlərdir, sizə tezlərdə düşəcək. İnkişaf yönümlülükdə həmin məqsədə nə dərəcədə çatdığımızı ölçdük və irəli getdik. İndi isə baxaq sizinlə dünyəvilik prinsipinə. Dünyəvilik prinsipi məktəbəqədər təhsilin hüquqi, fəlsəfi əsaslarını müəyyən edən mühüm prinsiplərdən biridir. Bu prinsip təhsilin hər hansı bir dinin təsiri altında olmaması, elmi biliklərə və humanist dəyərlərə əsaslanmasını təmin edir. Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə görə dövlət təhsil müəssisələrində təhsil dünyəvi xarakter daşıyır və dünyəvilik prinsipinin mahiyyəti nədir? Birinci, elmilik. Uşaqlara verilən məlumatlar mifoloji və ya dini inanclarla yox, sübut olunmuş elmi faktlara əsaslanmalıdır. İkinci, neytrallıq olmalıdır. Təhsil müəssisəsi bütün dinlərə eyni məsafədə dayanır. Bağçada hər hansı bir dinin təbliği və ya dini ayinlə icrası yol verilməzdir. Və üçüncü, insan hüquqları və tolerantlıq. Yəni, dünyəvilik uşaqlarda digər inanclara fərqli... Mikrofonu bağlayın da, olmadı ki. Müəllimələr bağlayaq. Dünyəvilik uşaqlarda digər inanclara, fərqli düşüncələrə hörmət və dözümlülük, yəni tolerantlıq hissini formalaşdırır. Məsələn, uşaqlara təbiət hadisələrini izah edirsiniz. Siz dini, mifoloji bir yanaşma. Uşağa niyə yağış yağır soruşduqda, tutalım ki, Allah istəyir deyə və yaxud da buludlar ağlayır kimi elmi əsası olmayan cavablar verməsi dünyəvilik prinsipindən uzaqlaşmadır. Amma dünyəvilik prinsipi, yəni dünyəvi elmi yanaşma üzrə tərbiyəçi suyun buxarlanması, buludların yaranması prosesini uşağın yaşına uyğun, təbii ki, sadə bir təcrübə və yaxud da şəkil vasitəsilə izah edir. Və burada əsas məqsəd nədir? Uşaqda məntiqi, elmi, təfəkkürün inkişaf elətdirilməsi. Bayramların qeyd edilməsi. Məsələn, bağçada müxtəlif millətlərdən, fərqli ailə mühitindən gələn uşaqlar var. Dünyəvi yanaşmada biz necə iş aparırıq? Bağçada qeyd olunan tədbirlər var. Novruz bayramı, Yeni il, Milli Dirçəliş günü, Zəfər bayramı müxtəlif də. Bunlar dini ayin kimi yox. Milli adət, ənənə, mədəni irs və ya tarixi hadisə kimi təqdim edirik. Və bu uşağın cəmiyyətin bir parçası olduğunu hiss etməsini uşağa kömək edir. Lakin onu müəyyən bir dini inanca məcbur etmir.
Dünyəvilik prinsipi tərbiyəçidən nəyi tələb edir? Obyektivliyi tələb edir. Yəni uşaqlara ətraf aləm haqqında məlumat verərkən öz şəxsi dini və ya fəlsəfi baxışlarını kənara qoymalıdır. Bərabərlik, bütün uşaqlara ailəsinin inancından asılı olmayaraq eyni qayğı və diqqəti göstərməlidir. Kritik təfəkkür, yəni tənqidi təfəkkür, uşaqlarda sual vermək, araşdırmaq, səbəb-nəticə əlaqələr tapmaq bacarığını stimullaşdırılmalıdır. Niyə biz dünyəvilik prinsipini, yəni kurikulum sənədi və dünyəvilik prinsipi də bir özünə məxsus yer tutur? Çünki dünyəvilik prinsipi bağçanı uşaq üçün təhlükəsiz və azad düşüncə məkanı edir. Və bu prinsip təmin edir ki, uşaqlar müasir elmin nailiyyətləri ilə erkən yaşdan tanış olurlar. Biz onlara dərin biliklər vermirik ki, tanışlıq veririk də. Müxtəlif mənşəli uşaqlar arasında ayrı seçkilik yaranmasın. Uşağın gələcəkdə öz dünya görüşünü sərbəst şəkildə formalaşdırmaq üçün sağlam təməli qoyulsun. İndi mənim verdiyim, yəni izahını verdiyim prinsiplərə bir daha baxaq. Yəni bax azdır axı. Azdır var. Hə. 5 prinsipi çox gözəl izah elədiniz. Artıqlaması ilə, misallarla təşəkkür eləyirəm. İnşallah ki, qızlar yaxşı yadda saxladılar. Çünki indi birazdan vaxt qalsa test eləyəcəyik ki, o prinsiplərin daha da möhkəmləndirək. Və xanımlar, indi davam eləyirik. Bircə xahişim var, hansı xanımsa otaqda uşaq ağlayır və tez-tez mikrofonu açıq qoyur. Çox rica edirəm, onu bağlayın. Və bizim qalan 4 prinsipimiz şəxsiyyət yönümlülük, tələb yönümlülük, varislik və Azərbaycançılıqdır. Və bu prinsiplərdə Nurlan müəllimə uşaq yönümlülüyü deyəndə dedi ki, uşaq yönümlülüyün 3 əsas sütunu var. Eynən də bu şəxsiyyət yönümlülük prinsipi də uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşması kurikulumda bir cümlə ilə verilib. Amma onu ona görə də açıqlayanda biz daha yaxşı yadda qalımlı olur. Yəni bu 3 sütun hansıdır? Biri idrakdır. Yəni uşaq düşünür, düşünsün, anlasın, fikir söyləsin, səbəb-nəticə əlaqələri yarada bilsin. Yəni idrak. İkincisi nədir? Ünsiyyət. Yəni uşaq dil danışmaq, fikir söyləmək, nağıl, şeir, hekayə, mübahisə və s. Bax, bunları qura bilirsə. Üçüncü nədir? Psixomotor. Psixomotor nədir? Yəni, uşaq hərəkət eləsin, yazır, pozur, hoppanır, rəqs eləyir və s. Bax, bu üç prinsiplər və üstəgəl dəyərlər, yəni milli mənəvi dəyərlər birlikdə bir şəxsiyyət yönümlülük didaktik prinsipini formalaşdırır. Yəni, bunlardan biri olmasa, biz bir növ şəxsiyyəti tam yetişdirmiş, tam formalaşdırmış olmarıq. Və burada Azərbaycançılıqda da milli məşəli dəyərlər var. İndi onun fərqini mən aydınlaşdıranda siz daha heç çaşdırmayacaqsınız. Yəni, şəxsiyyət yönümlülük bizdən tələb eləyir ki, uşağa həm bilik verək, yəni ağlı olsun, həm ünsiyyətçil olsun, həm vətənpərvər olsun. Yəni, bütün bunlar nəticədə, yəni biz bir uşağı bir insan kimi, bir şəxsiyyət kimi formalaşdıraq. Yəni, burada bir sual qoyuram. İndi Azərbaycançılıqda da bir sual qoyanda görəcəksiniz. Şəxsiyyət yönümlülükdə belə bir sual qoyuruq. Uşaq necə bir insan olmalıdır? Və şəxsiyyət yönümlülüyə aid indi bir neçə misallar gətirmişəm, testlərdə eləyəcəyik, çünki vaxt daralır. Yəni, uşaq cəmiyyətə xeyirli bir insan olmalıdır. Bir şəxs, məsələn, ən sadə bir misal, avtobusda gedəndə özündən yaşlıları görəndə durub yer verməyi bacarmalıdır. Bayaq dediyimiz o amilləri də danışa bilsin, fikir söyləyə bilsin, yağış niyə yağdı, yağandan sonra bu nə olmalıdır, yəni səbəb-nəticə əlaqələri qura bilsin, ünsiyyət qura bilsin və hərəki bacarıqlar olsun.
İkinci prinsipimiz, yəni ardıcıllıqla gəlsək, 7-ci prinsipimiz Azərbaycançılıqdır. Yəni uşaqların milli kimlik, vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda fəal vətəndaşlıq mövqeyinin yaradılması, Azərbaycan xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə, dininə, ənənələrinə hörmət hissinin aşılanması, bax bütün bunlar Azərbaycançılıq prinsipini təşkil eləyir. Və Azərbaycançılıqda bayaq biz dedik ki, şəxsiyyət yönümlükdə dedik ki, uşaq necə bir insan olmalıdır? Azərbaycançılıqda isə belə bir sual qoyuruq, yadda qalsın. Uşaq necə bir Azərbaycanlı olmalıdır? Yəni, məsələn, bayraq, himn, ana dili, tariximiz, bütün bax bunları uşaq milli dəyərlər kimi anlamalı, bacarmalıdır, vətənini sevməlidir, milli adət ənənələri yaşadan bir şəxsiyyət kimi formalaşmalıdır. İndi bir misalda həm onu şəxsiyyət yönümlülük kimi, həm də bir Azərbaycançılıq kimi desəm, onda bu fərqi görəcəksiniz. Baxın, belə bir misal deyim. Tərbiyəçi uşağa səməni cücərtməyi, milli geyimlərimizi və muğamı öyrədərkən bu dəyərlərin Azərbaycan xalqını dünyada tanıdan ortaq bir miras olduğunu, dədədən, babadan bizə qaldığını, belə miras olduğunu və bizim bir digər xalqlardan fərqimizi, milli kimliyimizi başa salırsa müəllim, onları uşaqlara anladırsa, uşaq bu fəaliyyətlər vasitəsilə də özünü bir Azərbaycanlı kimi, Azərbaycan dövlətinin bir vətəndaşı kimi, bir nümayəndəsi kimi, Azərbaycanın bir parçası kimi hiss eləyirsə, artıq biz burada nə etdik? Azərbaycançılıq prinsipini həyata keçirmiş olduq. Əgər sual, bax testlərdə yadınızda qalsın, sual uşağın milli köklərinə, dövlətçilik ruhuna və mən Azərbaycanlıyam düşüncəsinə yönəlirsə, bu Azərbaycançılıq prinsipidir. Yəni bir növ Azərbaycançılıq prinsipi bizim bir milli pasportumuzdur, belə deyək. Amma indi qulaq asın qızlar, şəxsiyyət yönümlükdə. Eyni situasiyanı deyirəm. Müəllimə, Novruz bayramı ərəfəsində uşaqlara səməni cücərtməyi və milli geyimləri öyrətməklə yanaşı, onlarda bu dəyərlərə qarşı hörmət və qürur hissi formalaşdırır. Uşaq milli geyimində özünü Azərbaycan xalqının bir parçası kimi hiss etsə, bu millilik Azərbaycançılıqdır, hə? Amma bu bayramın bizim milli mirasımız olduğunu əks etdirir. Yəni, əgər sual verirsə, uşağın şəxsi keyfiyyətləri, yəni bunlara hörmət eləyir, bu dəyər verir, yəni hörmət, iradə, bacarıq yönəlirsə, bu şəxsiyyət yönümlü olacaq. Fərqi tuta bildiniz? Yəni, bir vətəndaş kimi yetişirsə, bir Azərbaycanlı kimi, bu olur Azərbaycançılıq, yox bir şəxsi dəyərləri, yəni orada mədəni dəyərlər, özündən böyük hörmət, ondan sonra hörmət, bacarıq, və s. Bax, bütün bunlar şəxsiyyət yönümlü ayətdir. Mikrofonu bağlayın, xahiş edirəm. Növbəti prinsipimiz tələb yönümlükdür, qızlar. Ümumi inkişafla bağlı olan təhsil proqramımızda belə bir tərif verilir ki, fərdin, yəni uşağın, fərddir də uşaq şəxsiyyət, fərdin, cəmiyyətin və bütövlükdə dövlətin dəyişən tələblərinin nəzərə almasıdır. Bax, bu tələb yönümlülük. Yəni, əgər mövzunu dəyişmək, uşağın ehtiyaclarına uyğunlaşdırmaq, yəni fərdiləşdirmək istəyiriksə, bu tələb yönümlülükdür. Bəzən deyirlər ki, mən uşağın marağını nəzərə alıb dəyişdim. Maraq dəyişmək başqa, burada fərdiləşdirmək tələb yönümlülükdür. İndi testlərdə görəcəksiniz. Yəni, tələb yönümlülük, bəzən onu tez-tez uşaq yönümlülüklə də qarışdırırlar. Uşaq yönümlülükdə bayaq Nurlan müəllimə çox aydın izah elədi ki, daha çox diferensiallıq, yəni uşağın fərdi bacarığını nəzərə almaq. Burada isə nə elədi? Uşağın tələbini, ehtiyacını
öyrənmə marağını və İTK bacarıqlarını daha çox. Yəni uşağın marağı var, amma təklifə əsası bu mövzunu biz dəyişdiririk. Uşaq bax bunu istəyir, müəllimə bu günləri bu filan heyvanlar haqqında danışaq, müəllimədir, hə yaxşı danışaq. Yəni təlimin marağını həm də ki strukturunu dəyişdirir. Strukturuna müdaxilə etmək deməkdir. İTK bacarıqlarını, müasir standartlara cavab verməkdir. Məsələn deyir ki, tərbiyəçi əgər uşağın yaş xüsusiyyətini yenə deyir, amma baxın nəzərə alırsa, uşaq mövzuda çətinlik çəkir. Çətinlik çəkmə səviyyəsini təqdim eləyir. Məsələn, çünki fərdi təhsil trayektoriyası fərdi tempini uşağın nəzərə alır da. Yəni, belə deyək də, uşaqlara bugün rəsm çəkmək istəyir, tərbiyəçi də proqramı onlara uyğunlaşdırır. Burada söhbət uşağın nəyi sevməsindən gedir. Bu olur uşaq yönümlülük. Nurla müəllimə dedi. Amma uşaq nəyi istəyir? Məsələn, nəyə marağı var? Seçim deyəndə ki, bunu belə, niyə tələb yönümlüdür? Çünki bir uşağın belə deyək də, qavrama sürəti fərqlidir. Hamısı eyni cürə qavramır. Gardner nəzəriyyəsindəki kimi biri eşidərək öyrənir, biri dinləyərək öyrənir, biri yazaraq öyrənir, biri hərəkət edərək və s. Yəni, burada da qavrama sürəti nəzərə alınmalıdır. Çünki dövlətin və cəmiyyətin tələbi odur ki, təhsil alanın, yəni uşağın fərdi imkanları nəzərə alınsın. Buna görə də bu tələb yönümlü olur. Yəni, dövlət standartları bizdən tələb eləyir ki, biz uşağı o çərçivədə bir konveyr kimi hamısını eyni üsulda öyrətməyək. Hamıya eyni şeyi, eyni vaxt, müəllimə də bayaq dedi, eyni cürə, eyni tələb eləməyək. Hamı bu dəqiqə almanı rəngləsin, hamı bu dəqiqə dovşanları rəngləsin, yox. Yəni, burada yanaşma fərqli olacaq. Uşağın potensialı fərqli bir tələbdir ki, müəllim də o tələbə uyğun olaraq asan və yaxud çətin tapşırıqlar verib uşağın tələb yönlülük prinsipini həyata keçirməlidir ki, sonuncu prinsipimiz də varislik olacaq. Yəni, bu bir növ başqa ad da verirlər, buna ardıcıllıq deyirlər. Yəni, müəyyən edilmiş yaş qrupu, tərif belə gedir, çox qısa gedir kurikulumdakı, müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramı məzmunun və mahiyyəti etibarilə bir-birini tamamlamasıdır. Yəni, burada nədən söhbət gedir? İnkişafı zəncirvari şəkildə davam etdirmək. Əvvəldə nəzərdə tutulmuş, öyrəndiyimiz köhnə biliklərin üstündə yeni biliklər verək. Yəni, bir növ sadədən mürəkkəbə gedək və mərhələlərlə gedək. Sadəcə bir standarta baxsaq, tutalım ki, 2.3.1 standartını götürək. Burada da standart mövzu hamısında, belə deyək də, miqdar saydı da. Bir yaşlılarda deyir ki, bir və çox anlayışların əşyalar üzərində fərqləndirir. Sonra 2 yaşlılarda deyir, sadə riyazi təsəvvürlərə, yəni az, çox, böyük, kiçik malik olduğunu nümayiş etdirir. Sonra deyir, 3 dairəsində əməliyyatlarını yerinə yetirir, 5 dairəsində, 10 dairəsində. Yəni, görürsünüz ki, burada prinsip təhsil proqramının ardıcıllığına, sadədən mürəkkəbə zəncirvari dəyişməsinə yönəlir. Yəni, minimaldan başladıq, sonra 3 dairəsində, sonra 5, sonra 10 dairəsində getdikcə mürəkkəbləşdirdik. Yəni, varislik təhsil proqramı üstəgəl ardıcıllıq, üstəgəl pilləli yanaşma deməkdir. Əgər belə bir düstur təşkil eləsək və diqqəti bir də belə bir şey də yerlər. İnkişaf yönümlülükdə də bayaq müəllimə dedi ki, orada proqramda belə deyək, ardıcıllıq var və varislikdə də diqqət fokuslara yönəlir proqrama, yəni sənədə. Orada isə uşağa yönəlir ki, uşağı artıraq, inkişaf elətdirək ardıcıl, yəni biliklərini. Burada isə proqramdan, sənəddən söhbət gedir, ardıcıl gedir. Və təhsil proqramı dedik ki, ardıcıl, pilləli və
sadədən mürəkkəbə doğru gedirsə, bu varislik prinsipinə dəlalət edir. Deməli, ümumiləşdirərək fikrimizi belə deyə bilərik. Bayaq dediyimiz kimi, dünyəvilik və Azərbaycançılıq bizim kökümüz və belə deyək də, elmi dayağımızdır. Əgər götürsək ki, mərkəzdə uşaqdırsa, uşaq yönümlülük və tələb yönümlülük bir növ uşağın marağı və fərdi inkişafı deməkdir. Yox, əgər nəticədə gəlsək, şəxsiyyət yönümlülük və inkişaf yönümlülük dedirsə isə, artıq şəxsiyyət deyəndə kamil insan və burada nədir? Davamlı fərqdir. Davamlı, yəni inkişaf yönümlülük burada davamlı gedir. Sizcə, siz, bax bu prinsipləri öyrənməsəydiniz, siz özünüz, belə bir sual verim, uşağı əyləndirən bir baxıcı olmaq istəyərdiniz, yoxsa onun taleyini dəyişən bir memar? Düşünürəm ki, əlbəttə ki, bu prinsipləri öyrənsək, əlbəttə ki, biz uşaqların taleyini dəyişən bir memara çevrilə bilərik. Və mənə elə gəlir ki, hər bir prinsip haqqında qısa da olsa məlumat verdik. Artıq 55 dəqiqədir ki, biz dərsimizi davam edirik. Sualınız varsa verin, yoxdursa, məhz bax bu prinsiplərlə bağlı bir 7-8 dənə test var. Görüm necə eləyəcəksiniz. Bax burada chat bölməsində çox xahiş edirəm cavabları. Bax belə burada B-mi, A-mı, hansıdırsa burada qeyd eləyərsiniz. Aydın oldu qızlar. Elə isə Çok sualını çok ətraflı izah elədiniz. Leyla xanım, Nurlan xanım. indi biraz da izah daha yaxşı olacaq. Testlərlə izah da daha yaxşı olacaq. Bir dəqiqə izah edəcəm indi sizə. Testi sizə göstərim ki, siz baxın testə və bunu bağlayın bu görünən mətni və testi sizə göstərim. Aha. Görüm. Bir dəqiqə üzr istəyirəm. Bu texnikadan yəqin ki, yiyələnmə özü də bilirsiniz də. Biraz bacarıq tələb eləyir. Hə. Deməli, bizim testimiz gəlir. Çox da olmasa, hə? Amma qısa konkretdir. Verdiyimiz mövzuları əhatə eləyəcək. Buyurun, görünürmü? Görünməlidir. Yox? Yox, hanım. Bir dəqiqə. Nə oldu? Görünmədi. Yox? Gəldim hanım, indi görünür. Aha, bir dəqiqə, o biraz da böyüdüm ki, yaxşı görə biləsiniz. Böyüdə bilmədim, nəysə. Siz özünüz telefonda böyüdə bilərsiniz, yəqin ki, yox? Yaxşıdır da. Elə isə, bəlkə mən oxuyum ki, sizə... Oxumalım, siz oxuyun. Mən oxuyum? Aha. Bəli, mən oxuyum. Siz üçün ki, qəşəng, burada daha yaxşı belə görə biləsiniz. Aha. Deməli, birinci testimiz. Hə, oxuyuram. Müəllim, qarışıq qrupda yaş səviyyəsi, psixoloji və fizioloji tələbatı əsas götürür. Qarışıq qruplar var da, bütün yaş səviyyələri olur, ən azı 3 yaş səviyyəsi. 3 yaşlı uşaqlar üçün hərəkətli oyunlar, 5 yaşlılar üçün məntiqi oyunlar təşkil edir. Bu zaman müəllimə hansı didaktik prinsipi həyata keçirir? Uşaq yönümlü. Mən xahiş elədim yazaq, bir. İkincisi də ki, niyə uşaq yönümlü, bir dənə şey deyəcəm, xahiş eləyəcəm. Biz bayaqdan izah elədik, biz danışdıq da, düzdürmü? İndi kim cavab vermək istəyirsə, çox xahiş edirəm, öz fikrini əsaslandırsın. Əslində bu uşaq yönümlülük deyil, mən çox xahiş edirəm, kim cavab verəcəksə, öz fikrini əsaslandırsın, sonra da mən izah eləyəcəm, narahat olmayın. Hə, buyurun. Hansı prinsipli kəlmələr? Kim yazdı? Leyla müəllim deyilmi mən? Axşamınız xeyir. Buyurun.
Yəni bu əgər uşaqların yaş xüsusiyyətləri nəzərə alırsa, burada varislikdir də. Varislərdən mürəkkəb. Varislik. Burada varislik bizdir ki, daha çox Yaşlardır. materiala, sənədə belə deyək də aid olur. Burada müəllimənin fəaliyyətindən söhbət gedir. Uşaqların indi hamımız danışsaq, bir dəqiqə. Hamımız danışsaq heç bir şey başa düşmək olmayacaq. Çünki hamımız bir ağızdan danışırdı. Heç kəs bir dəqiqə xahiş edirəm. İndi hamı sakit qalsın. Düzdür, tələb yönlü. Amma kim mənə izah eləyər, niyə tələb yönümlüdür? Kim izah eləyir? Bir nəfər danışsın. Şöyle müəllimə, buyurun. Çünki ona görə ki, müəllimə uşaqların tələbi, uşaqların istəyin nəzərə alır, keçir. Aha. Bəs biz uşaq yönündə də demişdik axı, müəllim uşaq istəyini, arzusunu nəzərə almalıdır. Burada arzudan Yaşına görə. Yaş. yaş Qarışıq qrupdur, qarışıq qrup. daha Uşağın fərdi Dövrün tələbinə uyğun olaraq keçir məşğələsini. 3 yaşlı uşaqlar üçün hərəkətli oyundur da. Burada fərdilik götürür də, fərdi. 5 yaşlı uşaqlar üçün isə bir dəqiqə indi qulaq asın. Mən deyirəm, mikrofon bağlayırıq. Tələb yönümlülük bizdə nə dedik? Dövlət standartları nə dedik? Tələb yönümlülük prinsipi bizdən təhsil alanın, cəmiyyətin, dövlətin dəyişən tələblərini. Uşaq yönümlülük olsaydı, uşaq nəyi istəyir? Burada uşaq istəmədi axı. Tələb yönümlülük dediyi nədir? Uşağa nə lazımdır? Yəni psixoloji, fizioloji, psixoloji, yəni fərdi inkişafını nəzərə aldı müəllim. Ona görə də nə oldu? Əgər qarışıq qrupda tərbiyəçi məşqələrini planlaşdırırsa, mütləq nə etməlidir? Onun tələblərini, yəni fərdi marağını nəzərə almalıdır. Aydın oldu? Yoxsa aydın olmadı? Müəllim 3 yaşlı fərdi maraqlı, 5 yaşlının da yəni, hə? Müəllimə, hamı eyni danışır, onu eşitmirəm, bu qarışır səslər. Uşaq marağına, meylinə uyğun gəlirsə, bu uşaq yönümlü olur. Müəllim uşağın marağını və seçiminə üstünlük verirsə, burada artıq neynədir? Bu uşağın bildi ki, bunu balacadır, bunu bacarmayacaq. Ona görə də ona yəni məntiq Yaşlı uşaq üçün hərəkətli oyun uyğundur. 5 yaşlı uşaq üçün məntiqi. Aça bilərlər, oynaya bilərlər. Amma 3 yaşlı uşaq məntiq oyunlarını həyata keçirə bilmir. Aydın oldu. Yəni uşağın həmin o fərdi inkişafını nəzərə aldı ki, bunu bacarmaz da, bu yükü götürə bilməz. Müəllimə, cavab inkişaf yönümlü olsaydı, sual necə olardı? Onda müəllimə baxardı ki, hansı uşaq necə hərəkət eləyir, əvvəl necə oynayırdı, indi necə oynayır, əvvəlki ilə indiki uşaq arasında fərqi görəcəkdi, yoxsa yox. Onda biləcəkdi ki, inkişaf eləyib, yoxsa yox. Aydın oldu. İndi ikinci sualımıza keçək. Dünyəvilik prinsipi nəyə əsaslanır? Burada 5 dənə variant var. Birincisi C variantı. hansı? C. Milli ənənələrlə bağlı dəyərlərin. Sakit dinləyin, zəhmət olmasa, mən deyim, hamınız oxuyursuz, səs-küy olur. Birinci, təlimin dini dayaqlara söykənərək yalnız milli mövzulara üstünlük verməsi. Bu dünyəvilik yox, bu belədir. İkinci, deyir ki, təhsilin elmi mədəni də dünyəvi dəyərləri üzərində qurulması. Üçüncü, deyir ki, milli ənənələrin, bəşəri dəyərlərə istinad edilməsi. Dördüncü, deyir ki, təlimdə yalnız milli mövzulara yanaşı, eyni zamanda dini mövzulara da yer verilsin. Sonuncu da deyir ki, yox, çox mədənilik, bir çox fərqli mədəniyyətlər bir arada yığışılan cəmiyyət. Əslində, dünyəvilik bu çox bu cəmiyyətdir, amma bizə cəmiyyəti soruşmuruq, bu prinsipi soruşur. İndi məndə bu cavablardan hansı daha çox dünyəvilik prinsipinə uyğun gəldi? Mən deyə bilərəm, müəllimə.
Bir nəfər danışsın müəllimələr. Kim danışmaq Mən deyə istəyir? bilərəm. Buyurun. Mən burada Y-bəndin götürmüşəm. Yox müəllimə, yox deyil. Aha. Müəllimə B-bəndi. Ha? B-bəndi. Bəli. Bayaq biz nə dedik? Dünyəvilikdə həm dedik elmi olsun, həm mədəni olsun, həm dünyəvi olsun. Ona görə də burada B bəndidir. Doğru. Keçdik 3-cü suala. Müəllimələr biraz diqqətli olun burada. Deyir ki, uşaqlarla birgə Azərbaycanın milli qəhrəmanlarından birinin həyatı haqqında hekayə müzakirə olundu. Diqqətli olun. Biraz çaşdırıcıdır ya. Bayaq dediyim kimi şəxsiyyət yönümlü ilə Azərbaycançılıqda biraz diqqətli olun. Və daha sonra uşaqlardan vətənə xidmət edən bir şəxsi təsvir etməyi onlara istədi də. Dur, dinən ki, vətənə xidmət edən şəxs necə olar? Uşaqdan istədi. Və bu fəaliyyət kurikulumun hansı didaktrik prinsipindən formalaşır? Əlbəttə şəxsiyyət yönümlüdür də. Niyə? Cavab verin. Şəxsiyyət kimi böyüdür də burada. Yox, şəxsiyyət kimi böyütdük. Sonra daha nə var burada? Şəxsiyyət önündə nə vardı? Həmin o 3 amillərdən burada hansı var? İdrak var. Aha. Ələrlər var. Kamillik var, kamillik var. İnsan kimi yetişdirmək var. Vətənə xidmət Hekayən duracaq, danışacaq, müzakirə eləyəcək ki, bəs belə olmalıdır. Burada ünsiyyət var, bəli, idrak var, bəli, təfəkkür var, bəli. Ona görə də nədir? Cavab? Şəxsiyyət, yönümlülük. Bax, budur cavab, doğru. Keçdik növbəti suala. Bağça müdiri yeni tədris ilinin planlaşdırılmasını apararkən proqrama 21-ci əsrdə lazım olacaq bacarıqları inkişaf etdirən məşğələlərin əlavə edilməsini müəlliməyə təklif eləyir. Bu zaman o hansı prinsipi həyata keçirir? Burada İTK bacarığı tez yada düşdü, ona görə bu biraz qısqandı oldu. 5-ci sualımız biraz düşündürücüdür. Yox, 6-cı sual çox maraqlıdır. Tərbiyəçi məşğələlərdə uşaqlardan payızın rənglərini görünür, sadalamağı yox, həmin rəngləri öz hissləri ilə əlaqələndirməyi xahiş edir. Sən desin ki, bu qırmızı rəng səndə hansı assosiasiya yaradır? Yəni, hissləri ilə uşağın deyir ki, əlaqələndir, xahiş edirəm. Bu hansı? Bir dəqiqə xahiş edirəm, bir nəfər danışsın, çox xahiş edirəm. Kim danışırsa, əli qaldırsın, görüm. Lamiyə danış, görüm. Leyla xanım, bu uşaq yönümlülükdür, çünki məhz burada uşağın maraqları, hissləri nəzərə alınır, uşağın düşüncələri nəzərə alınır. Aha. Belə başa düşdüm. Aha. Hamınız razısınız Lamiyə müəllimə ilə? Evet. Yəni, o hissələrin, duyğuların, fərdi yanaşması dərsin gedişində, bəli, müəllim uşaqlardan öz hissləri ilə əlaqələndirmək istəyirsə, o uşağın fərdi kimliyinə müraciət edir ki, sən necə insansan, bu şəxsi, yəni uşağın daxili aləminə bir nüfuz edir də, belə deyək. Həm də ki, burada uşaq subyekt deyil, burada bir, daha doğrusu subyekt kimi ona, mərkəzi figur kimi ona baxır ki, sən necə eləyərsən, bunu necə düşünərsən? Məsələn, uşaq da öz fikirlərini tutar ki, məsələn, qırmızı rəng mənə əsəbləşdirir, yaxud sarı rəng mənə çox rahat eləyir, xoşlayıram, məsələn. Yəni, uşaq öz fikirlərini söyləyəcəksə, burada görün nə gözəl bir, yaxud da ki, deyəcək ki, yarpaqlar solub tökülür, bu mənə kədər hissi. Yəni, uşaqlarda, əlbəttə, o cümlələri qurmaq üçün də yaxşı bir düşündürücü, bəli, proaktiv suallar verməyə bacarığı lazımdır uşaqlarda. Sonra növbəti sualımız hansı idi? Neçənci idi? Aha. 6. Bu biraz uzun, uzadı gəlir, amma maraqlı sualdır qızlar. Baxın. Tərbiyəçi uşaqlarla birlikdə müxtəlif bitkilərin toxumlarını əkir. Onlara bitkilərin böyüməsi üçün işığın, suyun, münbit torpağın ehtiyacı olduğunu deyir, fotosintez haqqında fikir söyləyir. Nəsə burada sadə biliklər başa salır da, belə deyək. Və faktlarla izah edir. Eyni zamanda burada tərbiyəçi qeyd edir ki, əkilən bu bitkilər bizim milli mədəniyyətimizdə də belə bir şey olub deyir. Bizim xalqımız, qədim xalqlarımızda torpağa
çərşənbələri yada salır müəllimə və deyir ki, torpağa da böyük ehtimalla yanaşırdılar, onlar Novruzda səmənli cücərdirirlər, nə edirdilər və s. və s. Burada müəllimə böyük bir izahat verir. İndi burada iki prinsip üst-üstə düşür. Hansı prinsiplərdir? Diqqətlə baxın, haykü salmayın. Kim cavab verəcək, qoy bilim. Müəllimə, mən Mən B deyirəm müəllimə. variantıdır müəllimə. Şirinova kimdir? Şirinova cavab versin. Həm qulaq assın, xahiş edirəm. Götürərdim. Burada testi görmürəm. Orada zəhmət olmasa biraz aşağı çəkərdiniz müəllimə testi. Görünür? Xeyr, cavabların gördüm müəllimə. Hə, buyurun, buyurun. Burada müəllimə toxumların əkilməsi, bitkilərin böyüdülməsi dünyaviliklə əlaqələndirərdim. Burada elmlər verir. Yəni onun suya, münbit şəraitə, torpağa ehtiyacı olduğunu dünyavilik prinsipindən əlaqələndirərdim. Elmi faktlarla olması. Ona görə Novruz bayramında səmənin cücərdilməsi isə o bizim milli mənəvi dəyərlərimizdir. O da Azərbaycançılığa aid edərdi. Təşəkkür. Çox gözəl dinləmisiniz bizi. Ona görə də çox düz, dolğun cavab verdiniz. Təşəkkür. Növbəti sualımız 7-ci sual gəlir. Baxaq görək nə deyir. Tərbiyəçi məşğələnin mərkəzində iş hissəsində, məşğələnin iş hissəsində nədir bu? Uşaqlara sərbəst seçim imkanı verir. Sonra uşaqların bir qrupu öz maraqlarına uyğun olaraq riyaziyyat mərkəzində işləyirlər. Tərbiyəçi bu mərkəzdəki fəaliyyətləri elə təşkil eləyir ki, rəqəmləri artıq tanıyan uşaqlara toplama əməliyyatı verir. Rəqəmlərlə hələ tanış olmayanlara isə nə verir? Sayı qədər əşya düzməyi tapşırır. Beləliklə də hər bir uşaq öz fərdi inkişaf tempinə uyğun olaraq tapşırıqlar əldə edir. Bu situasiyada hansı iki prinsip var? Müəllimə, burada abandıdır. Uşaq yönümlülük, tələb yönümlülük. Uşaq yönümlülük, tələb yönümlülük. Kimsə A dedi? Mən dedim müəllimə, A dedim. Əsmər müəllimə idi. Əsmər? Müəllimə, mən B dedim. Birinci uşağın meylini, marağı nəzərə alırlar. Bir də tələbini. İndi o A deyən müəlliməni istəyirəm. Müəllimə, mən dedim müəllimə. Buyur müəllimə, deyil. Şəxsiyyət yönümlü, həm də burada uşağı şəxsiyyət kimi yetişdirir. Məsələn, kamil insan kimi, həm də burada inkişaf etdirir. Axı biz dedik ki, uşaqların maraqlarına uyğun mərkəz seçiriksə, artıq bu uşaq yönümlükdür müəllimə. Və mərkəzdə elə fəaliyyət təşkil edir ki, bunu az bilən, bunu o çox bilən, bu da tələb yönü. Biz bəyəkdən dedik, az bilənə az verək, düzdür, tam həmişə az qalırsa, o inkişafdan dayanır. Sonra biz onu inkişaf etdirərik. Hələlik bunu az verirsə, elə yüngül verək ki, qorxmasın, çəkinməsin, özgüvəni itməsin. Yəni, hələ yeni öyrənənlərə biz sayıları düşsün, o birisi artıq rəqəmləri bilirsə, qəşəng hesablama aparsın. Biz burada tələb yönümlülüyü nəzərə aldıq. Ona görə B variantı oldu doğru. Təşəkkür, sağ olun. Və sonuncu sualımız, bu sualımız biraz da belə deyək də, və yaxud ki, mən izah elədiyim, həm Azərbaycançılıqla bağlıdır. İkisi birlikdə görə niyə bu ikisi belə adlanır, bunu özünüz izah eləyəcəksiniz. Tərbiyəçi Vətənim Azərbaycan mövzusunda məşğələ keçir. O uşaqlara dövlət bayrağının rənglərini, mənasını izah eləyir. Milli marşımızı birlikdə oxuyurlar və məşğələnin sonunda tərbiyəçi qruplara bölür uşaqları. Bir qrup bayrağın şəklini çəkir. Digər qrup bayraq haqqında şeir söylür. O biri qrup rəngləri ardıcılıqla nəsə edir də hərə bir şey tapşırır, hə? Və burada bir dəqiqə xorla yox, izah eləyəcəksiniz. Hansı variantdır? Könül müəllimə Ağayeva danışsın. Niyə C'dir? Müəllimə, burada elədim ki, bax, şeir söyləyir, bu şəxsiyyət yönümlükdədir. Sonra rəngləri bilir, Azərbaycan himnini oxuyur, bu şəxsi həm Azərbaycançılıqdadır, həm şəxsiyyət yönümlükdə. Mən belə başa düşürəm. Şəxsiyyət yönümdə həmin o 3 dənə məsələni mən üçün sadalayım. Nə var idi orada? Şəxsiyyət yönümlükdə bax, şeir söyləyir. Yox, onlar necə adlandırdı? Biz nə deyirdik? İdrak.
Motor. Hə, bizi sakit xorla danışmayaq, müəllimə danışır. Yəni burada şəkil çəkdilərsə, müəllimə, bu oldu bizim motor, düzdür? Himnoklar, bayraqlar, bu oldu ünsiyyət, hə? Ünsiyyət. Rənglər də ardıcıl düzdülər, bu da oldu idrak. Gördünüz müəllimə nə qədər gözəl işlər gördü. Həm Azərbaycançılığı, həm də şəxsiyyət yönümlüyü. Birinci Azərbaycançılıq, sonra da şəxsiyyət yönümlü. Yəni, bu da bizim bugünkü dərsimizin bir püf nöqtəsi oldu. Yekun olaraq bir cümlə işlətmək istəyirəm sizə ki, əgər siz bir yaxşı özünüzü peşəkar tərbiyəçi hiss eləyirsinizsə, düşünürəm ki, bu pedaqoji prinsipləri daha yaxşı mənimsəməklə siz uşaqlarımızın gələcəyini daha gözəl qura bilərsiniz, bizə daha gözəl şəxsiyyətlər bəxş edə bilərsiniz. Hər birinizə əsl peşəkar olmağınızı və bu işdə sizə səbir, sağlamlıq arzu edirəm. Bir elan da dedim ki, çox gözəl təlim olacaq. Düzdür, pullu təlimdir. Cüzi qiymətdir. 30 manat da deyəsən, belə çox sadə bir şeydir. Mövzu çox gözəldir, həm də orada məşğələ də göstərəcəklər. Yadınıza gəlirsə, biz siz üçün elana baxarsınız, mayın 2-si də şənbə günüdür. Bütün şeylər yazılıb, mən xahiş edirəm, məndən xahiş edirlər, mən elanı atmışam qrupa. Özü bilirsiniz ki, mən qrupda elan paylamağı xoşlamıram. Amma çox dəyərli bir xanım xahiş elədi, mən də onu payladım, gördüm, həqiqətən biz də dəvət ediblər, biz də gedəcəyik Nurlan müəllimə ilə. Yəni, Masla kaşını porçu duruslarda belə bir yaxşı məsəl var, deyir ki, bəli, yağı tökəndə sayı xarab olmur. Biri, təlimlənmə, heç vaxt bizə mani olmur, balaca bir, həm də orada ünsiyyətdir, insanları görəcəksiniz, kimsə kimlənsə münasibət quracaq, dostlarını görəcəksiniz. Bu, Slavyan Universitetində olacaq. Rayonlar gələnlərə lap endirimdir, 20 manatdır, çox ucuz bir qiymət. Dəqiqləşdirin qiyməti, mən xahiş edirəm. Mən istəyirəm. Hə, ora zəng eləyərsin, səhər nömrələrimi qoymuşam. Zəng eləyim, bağlanın, inşallah orada hamımız görüşərik. Və həm birlikdə can sağlığı, gecən seyrə qalsın. Bəli. Mən sual vermək istəyən varsa buyursun.